olanda. Ha, düşmüşsən işi qocağın üstünə. O vaxtı oğlanla qız bir-birini 4 il 5 il istəyirdi. 4 il 5 il istəyirdi. Darıq mələ. Xan Şuşinski, Aşıq Şakir Hacıyev, Eynullah Cəbrailov bunlardan dünyaya bir də gəlməyəcək. Bunu mən tərəddüd eləmədən birbaşa deyirəm. Bu Moskviç hardasa bir 70 yaşı var. Bu mənim cavanlıq illərimdən bəri sürdüyüm maşındır. Bunu çox həmişə əzizləyib, saxlayıram ki, bunu nəvəmə padarka verəcəm. Bunu nəvəmə verəcəm. Demişəm, çox yaxşı maşındır, Sovet maşındır. Neçənci ildən sizdədir bu? 70, Əjdər əmi? demək, haradasa bir 30 il, 40 il var məndədir. Bu, rəhmətlik, Allah ölənlərinizə rəhmət eləsin, bacım oğlu Famil bağışlayıb mənə. Pul verməmişim. Famil Paydı bu sizə? Paydı, hə. Mən də bunu həmişə əzizləyib saxlayıram. İndi deyərsiniz birdən elə bir açıb burada işləmir. İşləyir. İşləyir. Əsla başasa. Yox, ora bağlıdır yəni. Hə. Oturaq, otur görək. İşləyir hə? Bu görmürsən, təzə maşın kimi. O nəvəmə verəcəm maşını. Gəl bura. Gəl bura. Hə, oğul nəvəmdir. Hə. Ona verirəm maşınımı. Bu padarka. Gəl bura. Bu Padarka kimi, hə, bu oğul nəvəmə verəcəm. İndi öyrənir sürməyi. Gəl bura. Hə, üzü belə elə. Baba bu maşını sənə hədiyyə edir ha. Xoşun gəlir bu maşından. Sən də qoruyacaqsan bunu. Baba çox istəyirsən. Görsən hər baba nəvəsinə maşın vermir ha. İndi elə maşına görə mən çox istəyirdim ha. Həqqi. Demisiniz də artıq yanındakı maşın sənindir. Ha, maşın sənindir, sürürək hər gün. Sürə bilirsən bunu? Ha, papa atası ilə gedir, sürürlər, bölgədir təmiz. Ondan sonra mama. Baba, xoşbəxtsən ki, baba sana bu Moskviçi hədiyyə eləyib. Bəli. Qədrin bil. İndi yox, bəs eləyir. Bu maşının məndə böyük zəhməti var. Hara istəsəm mənlə kətdə-kəsəkdə gedirəm. Rayona o vaxt Züqulum olub. Təzə bazdan götürmüşdüm. Onunla gedirdim o vaxt. Sonradan da onu satdım. Uşaqları oxudurdum. Məcbur oldum, o satdım. Sonra bunu mənə bacım oğlu gəldi, hədiyyə elədi ki, dayı qalmışsan piyada, gələm o verirəm sənə sürgün. Getdim, mən də romansad elədim, indi işlə vəziyyətdədir. Hara istəsəm kətdə gedir. Siz də hədiyyə eləmişsiniz nəvənizə? Mən də nəvəmə vermişim, ona görə məhsul olsun. Etmə, Əjdərəm, Allah sözün ömür versin, can sağ ol versin. Sağ ol. Həqiqətən də siz kimi ağsaqqalların olmağı bu kənddə çox yaxşı bir xüsusiyyətdir, yaxşı bir əlamətdir ki, siz kimi ağsaqqallar var bu kənddə və nəvəniz də sizdən nələrsə öyrənir və ola bilər ki, Allah ömür versin, gələcəkdə o da öz nəvəsinə nəsə hədiyyə eləyər. O kamerada onda. O maşında onda. İndi onu sevir, yoxsa bunu sevir? Bunu sürürək, o sürəmdir. Ona görə də onu əsas budur onun üçün, hə? Kəndin də kəmrisi budur da. Bəli, rahat gedir də hər yerə. Masa qulçaqsın qoymuşam. Deyib onu söndürürəm ki, Allah göstərməsin, bu yanar, eşiyi maşında yandırar. Və o çox maşınlar görməmişsiniz, gedə yanmıyor maşın. Bu masa qulçaqsıdır. Xoş gəlmişsiniz, səfa gəlmişsiniz, o gün olsun, xoş günümüzə gələsiniz. Amin. Xoş günümüzə gələsiniz. Nədən toyun eləmsə? Yox, Allah qoysa. Eləyəndə dəvət eləyər. Urusdan dəvət eləyər. Dəvət çəkər inşallah sizin adətənləriniz. Allah qoysa evimizi eləyir. Həyətdə mamı deyil, yemişir. Allah da ən gözəl. Sərində 6-dan sonra olsunlar. O şadlıq öyünə verdiyim pulu
verim kababa, töküm cəmaatın qabağına versin. Bəlkə səhv deyirəm. Bəlkə səhv deyirəm. İndi adətən 2-3 gün toylayırlar da, məsləhət axşam. Sizdə var hələ Hə, elədir, hə. məsləhətdəki toy. Ciyər axşamı, sonra sabahda toy. Kişi nə deyir o olacaq da Bəli, inşallah. bəli. Burada eləyəcək Allah qoysun. Sağ olun, inşallah. Burada eləyəcək Allah Aha, oldu, qoysun. çox sağ olun. Allah özü Çox sağ olun. ömür versin. Burada elə söyüş dəvətlisiniz, orada elə söyüş yox. Bizə də bura lazımdır. Sağ Bura lazımdır. oldu, çox sağ olun. Bura lazımdır. Allah qoysa burada da Sağ ol, eləyəcək. inşallah. Xoş gəlmisən Nurlan, xoş gəlmisən bala. Nətərsən? Xoş gəlmisən. Bir dənə qızı deyil, toydan qovdular. Toy yəz. Deyə oxu da bir dənə, nə qədər sən telefondan qulça telib oxuyursun oraya. Hə. Dedi oxuyamıram. Deyə Allah pulu yerçik get. Deyirsən ki, sən niyə? Əvvəl siqaret çəkməmişim. Həyatı yox eləyən birinci dərəcəli araqdır. Allah narkomaniya bu kətdə-mətdə yeri ki olmur, şəhərdə mərdə olur, bilmirəm indi. Odur. Bir də ki, siqaret. Siqaret indi qabaq, valla zat çəkirlərdi, o təmbəki zat çəkirlərdi. Deyəsən o yaxşı olub. Bu indi bilmirəm nə. İndi aşıqla istifadə edir deyəsən. Mən qalyan çəkmişəm. Mən qalyan çəkmişəm. Aşıq qaryan çəkir. O vaxt o qədər toya gedirdim ki. İyindən adam yıxılır. Mənim başım ağrır. Ha, iyindən adam Mən yıxılır. Nurlan müəllim, mən uzun müddət o vaxtı toylarım o qədər çox olurdu ki, qalyan çəkməsəydin mümkün deyildi. Soğalının qalyanı olub görmüşəm. Var. Ha, indi nə yoxsullandı, nədəndir, nə Hə, düzəldirlər. Heç iyin bilmirsən nədir. Əziz tamaşaçılar, babanın dediyi deyir ki, baba zərərli vərdişlərdən uzaq olun. Bəli, bəli. Həqiqətən də İnsan sağlam yaşamalıdır. Bəli. Heç bir əlavə vasitələrdən istifadə. Bəli, bəli. Necə deyirlər, ən yaxşı, necə deyirlər, hal, ayıq başlıq. Bəli. Siqaret çəksəydim mən çoxdan ölmüşdüm. Bəli. Mən düzün deyirəm. O siqaret insanın həyatına elə bil oturub budaqda dibin kəsirsən. Adamın Yavaş ruhunu da ələ keçirdir, düzdür? Ay kişi, qanı təmiz qatılaşdırır. Beynə təsir eləyir. Ciyar istifadədən İstifadədən çıxardır. Mən məktəbdə oxuyanda zotenini qurtarmışam. Bəli. Orada İrzə müəllim vardı, təsərrüfatdan gəlmişdi. İndiyə rəhmətə gedər o. Bəlkə də indi oğul uşağı görər, Allah onun ruhuna həmişə mən dua edirəm. Çox düz insan idi. Şamaxı kənd təsərrüfat texnikumunda İrzə müəllim. Baytar əsaslar deyirdi. O dedi, oğul, axırıncı dərsimdir mən, amma sizə bir vəsiyyət eləyirəm. Bu üç şeyi yadınızda saxlayın. Getdi mel deyir, gedin gətirin, daskada çəkdi, ciyarın çəkilir, ağ ciyarın. Lövhədə. Lövhədə çəkdi. Dedi, bax, bu traxeya, bu bronxlar, bu bronxidalar, bu kaplyarlar, hamısını göstərir. Bu da alveolalar. Qan deyil, gəlir alveoladan hamısını. Oradan sorulur, keçir ağciyarda qanın tərkibinə Zəhərlənir. oksigen. Oradan, yox havadan. Bəli. Çəkirsən, zad edirsən, indi siqaretdən demir hələ. Sən siqareti çəkdikcən altdan yuxarı alveoladan başlayır, o yuxarı zapravka olur hamısı nikotinlə. Səndə deyir, uca təngə nəfəs yeməyə gəlir. Bir neçə ilə. Nədə ki, o çəkişin altına qoysun, o kristal əzilmir. Elə bir şeydir. Çəkmə onu oğul. Çəkmə. İşinizə tez gödür. Siz də çoban işləyirsiniz. Görəysə, diribaşlı səhər müdür qoyacaqlar. İşinə tez get. Bir də zərəri vərisədən aralı olun. Gedin həyatınızı yaşayın. Həm də cibə ziyandır da. Bəli, cibə də ziyandır. İndi Safalı özünü tərifləmir. Adam özünü tərifləmir axı. Amma mən Safalı ilə bəzi zadda məclislərdə olmuşam, görmüşəm. Safalı 8 muğamı dalbadal Qəşətdə Seçkinin oğlunun toyunda oxudu. Studiya quruldu. 8 dənə muğamı dalbadal bir nəfəsə oxudu. Seçki çıxdı, çıxış elədi ki, sən Cahit bax, bu sırf haqqı. Dedi, bu günləri oynamaq olmayacaq axşamasın. Axşam oynayarsınız. Mən studiyaya gətirib, bu studiyanı gətirmişəm, Safalı müəllimin səsini yazıram. 8 dənə muğamı dalbadal Safalı oxudu. Çıxdı, İsrənləri eşdirəm ki, zat söhbət elədi. Vəsirətin oğlunun adı nə də? O toylarda zat aparmır.
Bu Neçə dənə sənətim var, ondan danışır. deyəndə deyən. Ondan danış, neçə sənət başarırsan. O deyir ki, bir dənə qızı deyir, toydan qovdular. Toy yiyəz. Deyə oxu da bir dənə, nə qədər sən telefondan qulsa terib oxuyursun oraya. Hə. Dedi oxuyamıram. Deyə ala pulu yetsin get. Safal, Müəllimini qovdular. bəli bu surfaq. Safalı orada olub deyib bizim oxuyanımız var. Ay Safal gəl oxu. Bu ömründə bu panoramada nə oxuyan görməmişəm mən. Ay yox, bunun heç kaseti yoxdur eləncə. Deyə al onu oxuyur. Hə, ora qoysunlar. Qaldı zat deyil. Mən Poverisdə Aşpazlıq. aşpazlıq, əsgərlikdə oxumuşam. Orada 920 soldata yemək pişirmişik. Mən həmişə starş olmuşam. Onların starşısı. Hə. Orada sonra gəlib kətdə Pover işləmişəm bir müddət. Təsərrüfatda zoten işləmişəm. 11 il prokurorla mütəxəssis kimi yoxlamaya getmişəm. Mirzəyevlə. Mirzəyev Ramizlə. İndi bəlkə də baxacaq, Masallı, öylərinə getmişəm. Çox işlərdə, yoxlamalarda iştirak eləmişəm. Çox dedikcə insaflı bir adam idi. Qabiliyyətli adam idi. Qabiliyyətli adam idi. Dedikcə nə vətənpərvər, nə təhər. Kasıbı ürəyi bilirdi. Kasıba həmişə hörmət edib. Canısın zahid. Onun canısı. Onun indi çox şeylər görmüşəm də mən. Hər yoxlamalara getmişəm. Bir də həmin sikat getirirdi. Hə? Pover idim. Kendi öz bilirəm. Hə. Pover idim, bir də həmin sikat getirirdi. Ay yemirdim. O əsgərdə yemişdim asırımı. Sonradan da yemədim. Sonra usuyam da həm mən. Dədə azar var. O vaxtın toyu toyxana qurulurdu. Biyanadan. İçəri girəndə adamın Zümzümə vur, iyi də adama o qədər onun olur. iyindən adam büyüş olurdu. Ətir iyi verirdi. Dar toyxanalar idi. Aşıq Şakir girirdi ortaya. Ləmbələr asılıb. Usturlar düzülüb. Qadınlar çöldən qulaq asırdı. İçəri qadın yox idi. Kişi toya ayrı olurdu, qadın toya ayrı Qadın olurdu. toyalıqda qadınlar orada ola bilməzdi. Hə. Aşıq Bilal eşitmişəm mən, nəfəsi ilə ləmpə sönüb. Bu aşıqlar var. Bəli, bu aşıqlar olub. İndi elə yerdən çıxan hamısı götürür zada ağzına mikrofon deyir mən də aşığam, mən də aşığam. Onlar aşıq deyir qardaş. Onlara dirənsən ki bir dənə durgunla, elə baya boy oxugunla heç sahası bir kəlmə oxuyamayacaq. İndi toylara bəli getmişəm, Safari ilə getmişəm, tək getmişəm. Vəbşə olub da mən toy İdarə eləyib, tamadalıq eləyib. Bəli, toya tamadalıq idarə eləyib. Musiqi elmi inayan, qədirdə milyona dəyər. Əsərin aleyni, Arif üçün cana dəyər. Musiqi ilə hər xəstiyə aləmdə əgər olsa yəlayaz, bu təbabət elmdən min sarey loğmana dəyər. Əziz dostum, çınar ki var, kölgə salar uzalanda. Əziz dostum, çınar ki var, kölgə salar uzalanda insan hər vaxt qanar həyat əldən düşüb qozalanda. Yaradana min ox atar bəzilər bazalanda. Bu həsrətdən həyat yanar, od tutub alovlanar. İnsan həyat nədir qanar, əldən düşüb qozalanda. Ay düşmüsən işi qozağın üstünə. Öldürürsən. Bugünkü gündə saflıq da qocalardadır. Hörmət də qocalardadır. Xeyir də, bərəkət də qocalardadır. Bax görürsən, elə ucdan tutma boşanma. Ucdan tutma boşanma. Neçün? Ona görə ki, ailə həyatını düzgün qurmayıb. Ataların misalını bilməyən insanlar həyatda çox əziyyət çəkir. Atalar deyir, taylı tayin tapmasa, pis keçər axır günü. Tapmayıb da tayin. Tapa bilmirlər. Tapa bilmirlər ona görə ki, Təsadüfi qabaqçı axıl, qabaqçı düşüncə, qabaqçı ağsaqqal yoxdur. Gör nə deyir? Deyir, Allahın tanımayan yerdə ot. Hərənin kəfəni öz boynuna ölçülür. Hərənin taxsiri özünədir. Amma ağsaqqalsız yerdə oturma.
Ağsaqqal dünyanın yaraşıqlı, ağsaqqal nəsihətamiz sözlər deyir. Ağsaqqal, mən səndən məsələn, sən 30 yaşın olur bəlkə. Vay 33. Ay, Allah var eləsin. Allah Gör nə qədər uzun həyatda ömür mənim eləsin. 80 yaşım var. 47 il mənim səndən həyat təcrübəm çoxdur. Əlbəttə ki. 47 il. İndi sənin sənətin başqadır, mənim sənətim başqadır məsələn. Düzdür, mən həyat görmüm, ağsaqqalı eşitmək lazımdır. Ağsaqqal, mən hər ağsaqqal demirəm, mən. Bax, gör günəndə onun sözündən, danışığından, ağsaqqalın sözünü eşitmək lazım. Deyir, mən səni dağlardan uza bilmişəm. Sən də dağdan uca bil ağsaqqalı. Ləyaqətin bilib başa keçirək. Hörmətin çaxlayaq gəl ağsaqqalın. O elə arxadır, demək o nədir? Gözümdə ən böyük xəzinədir o. Əvəz ola bilməz, ləl ağsaqqala, hörmət eləyək gəl ağsaqqala. Kərəm, keçər həyat, gələr güllü yaz, bizim də ömrümüz eyləyər pərvaz. Özünə çox qoysa, özgəyə az, onda dəftərindən sil ağsaqqalı. Gör nələrdir. Özünə çox qoysa, demə onun ağsaqqal olmaz. Onda dəftərindən sil ağsaqqalı. Bir dənə də ustadnamə deyim mən. Buyur. Ondan sonra da özünüz Buyur, bilərsiniz. buyur. İnsanın həyatı növbə-növ, belə həyatda gəlib keçir, elə bil vərəqləyirsən, tutalım 100 yaşından yaşadım. Deyir, 1 yaşından 5 yaşına varanda insan gözəllikdə əzaba olur. 1 yaşından 5, ən oynatmalı uşağın vaxtıdır. İstəməli vaxt. Ay, istəməli, iyindən adam ətir-mətir o iyi verəməz. Uşağın boynundan en iyisi çağanın. 1 yaşından 5 yaşına varanda insan gözəllikdə əzaba olur. 5 yaşından 10 yaşına varanda arıdan saçılmış bala bənzərsən. Ən yaxşı vaxtıdır. 14-ündə sevdə enər başına. Uşaqlar üzrə görsən məktəbdə qız istəyir. Bəli. Bəli. Hə, 14-ündə sevda yenər başına, 16-da yavan girər duşuna. Çünki 24 yaşına boz bolanlıq axan çaya bənzərsən. Onda adam axır zadı kəsmir, görsən Dəliqanlı olur. Dəliqanlı olur. Sən əsl 30-da kəhlik kimi səkərsən, bassan. Əsl vaxtında kəhlik kimi səkərsən, iyidlik eləyib qanlar tökərsən. 40-ında gəl haramdan əl çəkərsən. Sonası ovlanmış gölə bənzərsən. Sona olmayandan sonra kimdir gedib gölü orada axtaran? Yox da sonası. Bəli. 50-sində əlif qəddim bükülər, 60-ında ön dişlərin sökülər. 70-də əlin əldən çəkilər, karvanı kəsilmiş yola bənzərsən. Karvan getmədi, cığır itdi. 80-ında sinir enər dizvə, deyib, Kakraz mənki haqlayıb mənə. 90-ında qubar gələr gözümə, Koroğlu deyər, çünki 7 gün yüzünə uca dağ başında kola bənzərsən. Kimə kol lazımdır, ətəkdən qırıb gətirir, kimdir qeyb o qıran oradan. Ona görə də həyat bax belədir. Vücudnamədir abi. Bəli. Can deməklə candan can əskik olmaz, məhəbbət artırar, mehriban eylər. Çor deməyin nəfi nədir dünyada? Abad könülləri pərişan eylər. Aşığın dediyi budur da. Bəli. Bu sözdən kim nəticə götürməz? Bəli. Kimə xoş təsir bəsləməz bu söz? Bəli. İndi düz deyir Əjdər. Qabaq bax aşıq girirdi ortalığa, belə nəsihətamiz sözlər deyirdi. Ağlın da, cahılın da hamısının xoşuna gəlirdi. Qafasına da daxil olurdu, tərbiyələnirdi insanlar. Safalar mı yüzlərlə toy eləmisiniz? Yüzlərlə Sayıldı, gənclər saysız evləndirsiniz. hesabsız. Yüzlərlə gənclər Bəli, evləndirsiniz. bəli. Adətən aydın məsələdir ki, siz mənə deyə bilərsiniz ki, hə, əvvəl evləndirdiyim gənclərin bəlkə də 90% hələ də evlidirlər, Bəli, ailələri bəli, möhkəmdirlər. İndiki ailələrin niyə uzun ömür ailələr olmur? Niyə boşanmalar bu səviyyəyə gəlib çatıb bugünkü? Təsadüfi sevgilərdən əmələ gəlir. Təsadüfi sevgilərin xəstəliyidir o. O vaxtı oğlanla qız bir-birini 4 il 5 il istəyirdi. 4 il 5 il istəyirdi, darıq mələ. Hə. İndi gedir, görür altında yaxşı maşını var. Sən bu oğlana getmək lazımdır. Ay, nə bilirsən sən o oğlan hansı xasiyyətin
Böyle maşın var altında quta, hər şey tamamlandı. Nə bilirsən o hansı xasiyyətin, hansı xüsusiyyətin O yiyəsidir? bir növ maraqlı olmur da. Bəli, Yox, yox, bəli, yox, bəli. yox. Təsadüfi. O sevgidir. Təsadüfi sevgilərin Təsadüf. o Əyləncə qurban olur. olurlar. Gedir o da Bəli. bir ay, 2 ay ondan sonra deyir, bu axtardığı görmüş, tamamilə başqa tərəfdəyim. Bu beləcəyinə də görsən boşanmaların sayı artır, ayrılmaların sayı artır. Səfalam indiki əsasən bu statistikada da bu belədir. Əsasən araşdırırlar məişətə Hə. gətirib çıxardılar ki, nə bilim, həyat yoldaşım evə pul gətirmədi, soyduzunu doldurmadı. Hər şey. Bu səbəbdir sizcə? Yox, 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 əsl məhəbbətin ətrafında elə şeylər hamısı 5-ci, 10-cu dərəcəli şeylərdir. Əsl məhəbbət varsa, əsl məhəbbət az qalmağa da, az qalmağa da dözür. Lap xaladenlikdə istəd olmasın deyirək ki, xaladenlikimdə yoxdursa da, məsələ, mənim məhəbbətin çəkdiyim insanım var. O zərəl yoxdur, bir günləri öynəsiz də yaşayaram mən. Amma mənim qəlbim istəyən həyat yoldaşım olsun. O varsa, Bəli, bəli. o onu yaşadır, o həvəsindən xoşbəxtlikdir da. Bəli, əlbəttə ki, xoşbaxtçılıqdır. Bəs oradan başlayır da, məhəbbətin binası oradan başlayır. Əsl məhəbbət süni məhəbbət. Bunlar hamısı ayrı-ayrı işlərdir. Biri var, deyirəm də, ay nə danışsan, maşını, filanı, hər şeydə bilmir ki, o hansı xasiyyətin, xüsusiyyətin yiyəsidir. Gedəndən sonra görür ki, ay İraq üzrdən, İraq ya içki düşkünü deyə o, ya içki düşkünü deyə o birisindən, bu birisindən bununla da başlayır ailə dağılmağa. Onunla da ailə dağılır. Uşaq da Ailəmdə- oldu bədbəxt. Bəli, bəli, o da Bəli, oldu bədvaxt, törənən də oldu bədvaxt. Təsadüfi evlənmələr. Amma o vaxt elə deyirdi. O vaxt elə qız da dağa demirdi ki, elə mən də falan kəsə gedirəm. O da gözləyirdi onu ki, görək bunun bir nöqsan cəhətin görüm, tapacam mı? İzləyirdi hamı bir-birini, yoxlayırdı. Az, çünki belə şeylər az idi. O vaxt, Səfalar can. Adətən nişanlı olanda oğlan da, qız da ən yaxşı cəhətlərin bir-birinə göstərir. Bəli, bəli. Düzdür ki, oğlan daha səliqəli geyinir. Məsələn, özünə daha diqqət edir. Qız da məsələn yemək pişirə bilmirsə, özün pişirmişini Örgər, göstərir. Məsələn, səliqə, səhmanına fikir verir. Amma evləndən sonra kim nədirsə ortaya çıxır, düzdür? Bəli, sağ ol. Bəli. O da bir Donu açılır hər şey. Bəli, o da bir növ lazım deyil. İndən yalan şeylər gələcəkdə böyük bir fəlakətlərə gətirib çıxardır. Onca kim necədirsə, elə özün qələmə versə, məncə daha təbii. Əlbəttə ki, Bəli, əlbəttə. təbii məhəbbət başqa şeydir. İndi Nurlan müəllim, mən bir balaca da epizod Buyur. söhbətin mümkününüz varsa, onu da xatırladım ki sizə. Vaxtilə mən danışıram 50 il bundan qabaq, 100 il bundan qabaq. Ətraf rayonların rəhbərləri bu kənddən olur. Bəli. Bəli, bəli. Ətraf rayonların rəhbəri bu kənd. Çox savadlı kənd olub bu kənd. İlk Komünist Partiyası da Kürdəmir rayonunda, ensiklopediyada o qeyd olunub. Bax, burada qurulub. Ayıq-sayıq adamlar. İndi o quruluşu da quracaqdılar da, onun üstə güya bunlar hə deməsəydi o qurulmayacaqdı. İndi söz yoxdur, o quruluşa biz nifrət eləyirik. Bəli. Bu quruluşla qəti surətdə onun heç bir konsepsiyası uyğun gəlmir. Bəli. Amma vaxtı ilə də o qədər savadlı adamlar olublar ki, bunlar, burada yaşayanlar. İndi bax, gedəndə o tərəfə, Allah Cəmil Önlər özü rəhmət eləsin. Ayaqları sənməşə bizim bu dahrıya şadlıqlar Çox açılsın. sağ ol. İndi getdiniz orada ziyarət elədiniz, gəldiniz. Orada qəbirlər var ki, tarixini oxumaq mümkündür. Bu çox qədim kənddir, bu kənd qədimi kənddir. Həm də Səfalı müəllim, bura müğənnilər də gəlib deyəsən, xalq artistləri də gəlib bu kəndə. Çox. Kimlər gəlib? Mən deyərəm ki, demək olar ki, elə bütün adlı sanlı Zeynəb artistlər Xanlarova da gəlib. bəli, gəlib Sarı o tərəfdə Qədimova, bizim klubumuz Zeynəb vardı. Xanlarova. O qədər yaraşıqlı klub idi Nurlan müəllim. Elə lüstrlər vardı ki, orada bəlkə 300 kilo ağırlığında lüstrlər vardı o klubda. Torpaqdan tikilmiş. Hə, O vaxt. bəzəkli lüstrlər vardı. Mənim yadıma gəlirdi. İndi mən 80-ı yığışdırmışıq. Nətərlə ora oxuyanlar gəlirdi. Xandan belə, Şövkətdən belə, Saradan belə, ondan Hamısı, sonrasında hamısı mütəllimdən belə. Hamısı onların da orada oxumağı mənim xatirimə dünəki kimi gəlir.
Çox bura konsertlər gələrdi. İndi gəlmirlər də, indi müğənnilər gəlib kəndlərdə, gəlmir. keçir rayonlarda az konsert olur. Nurlan müəllim, ona görə ki, musiqidən maşallah ölkə doyub dolanıb. Həm də Səfalı müəllim o vaxtki dövrün sənətçiləri də şedevr idi. Bu o vaxtı dövrün isə inanırsan Nurlan müəllim, mən sənətə başlayanda Azərbaycanda toğananı təmin eləmək səsi ilə bir 40-50 dənə xananda vardı. Səsi ilə toğananı təmin eləyə bilirdi aparatsız. Sənətə gedən bunlar idi. Bunları aparırlardı sənətə. Biz də məsələn, elə olurdu, eyni tarixə mənim üstümə 20 dənə toy gəlirdi. Mən onun birinə gedirdim. Bəli. Birinə gedirdim. İndi müəyyən yerlər vardı, o vaxtdakı çətin hasat yerlər vardı. Əsas bu Şamaxı tərəf çox muğama tələbatlı yerlər idi. Orada hər xanəndə söynə getmir də. Gedəndə İraq üzdən elə bilginən ki, bir çətinliklə razı. Orada o qədər tələbat böyük idi ki, xanəndə nasılxıya yıxılın da oxutdururlardı. Görə bu nə vaxt yıxılacaq? Həm o güdürlər, deyilən ki, azarkeş adamlar var. Nədən irəli gəlirdi Səfalı müəllim? Nədən irəli gəlməkdir ki, o da valla başqa cür bir tələbat idi. O da xanəndənin gücünü yoxlamaq üçün bir vasitə idi. Ona görə yaxşı sənətkarlar o vaxtki dövr üçün çıxırdı da, çünki əllənirdilər. Ələnirlərdi. Cəmaat əliyirdilər, yaxşıları çıxırdı və Eynullah Cəbrayilov ki. Allah rəhmət eylesin. Eynullah Cəbrayilov, mən sizə intervyu verdim. Bəli. 3 sənətkarın adını çəkdim. Xan Şuşinski, Aşıq Şakir Hacıyev, Eynullah Cəbrayilov. Bunlardan dünyaya bir də gəlməyəcək. Bunu mən tərəddüd eləmədən birbaşa deyirəm. Qoy bütün hamı da eşitsin. Bunlar haqdan yaranmış sənətkarlar idi. Bunlar Eynullah ilə biz oturub çay üstünə otururduq. Adətən bu çaynikdən qabaq onun dəstgahları gəlir də. İskan əlbəkisi yadı düzülür ora. Çaynik elə biraz dəm gözləyir. O söhbət eləyəndə rezonans əmələ gəlirdi. O İskan əlbəki başlayırdı suyun üstündə oynamağa. Eləçinə bir onun səsində diapazon vardı. Eləçi bir şakraqlıq vardı. İnanırsan otururduq o mədəniyyət evində. İskan əlbəki başlayırdı rezonansdan o danışanda. Əsas buna deyərlər də. Zəhim idi. Vay aman zəhim. O səsi səni söyə-söyə oxusaydı deyərdin saxlama. Oxu. Bax elənciyinə bir şirin səsə malik oxuyan idi. Ondan bir də geçişməsi mənim ağlıma gəlmir. Mənim heç cürə təsəvvür eləyə bilmirəm ki, təzədən Xanda ola bilər, Şakirdə ola bilər, Eynullah da ola bilər. Çünki qalanlar indi bax içməyə qarışıq, eyvallah, açıq danışar adam. Hamı belə elə bilgənən elə onun ağzını əymək istəyir. Hə, onunla başı. De buna baxı, Tosunu Manaf kimi oxuyur. Ma baxı, Tosunu Tazir kimi oxuyur. Ay sən özün kimi oxu ginan. Sən özün bir yolun rüzün olsun, malın mülkün olsun. Hərənin öz dəstəsi olmalı. Hə, vallah başlayırlar onun saqqızın çiynəməyə. O da ki, kimə xoş gələr. Sizə bir növ Eynullah Cəbrayilovun bir vaxtlar deyirlər ki, davamçısı olarsınız. Siz özünüzü görürdünüz onda. Mən onun indi deyirlər, inkar eləmək də istəmirəm. Çox sevinərəm ki, mən onun davamçısı olan bu adı mənə verələr, amma Eynullahın davamçısı elə Eynullah özü idi. Siz dediyiniz bunu deyə bilərəm mən. Mən aparıb özümü boydana dağa bənzədə bilmərəm. O bir dağ idi. O 3 dənə zirvəsi məlum olmayan dağlar idi. Onlara kim özün bənzədirsə yalandan danışır. Özün böyüdür, yalandan böyüdür. Onlar əvəzsizlər idi. Onlar əvəzsiz yarananlar idi. Onlara heç kim özün bənzədə bilməz. İndi söz yoxu, təqlidçilik var da bu. İndi təqlid eləyir bu onu, o onu. Bu ağız əymək kimi bir şey. Özü olmaq, onlar özü idi. Eynullah kimi Eynullah oxuya bilərdi. Şakir kimi Şakir oxuya bilərdi. Xan kimi də Xan oxuya bilərdi. Səfalarını Allah sizə ömür versin. Sizi ilə belə. Bəli, bu kəndə gəlib sizə gəlməmək məncə olmazdı. Özümü itirdim.